Aparıcı aktyor Elcan Bugün Rəsulov birinci Ramazan günüydü ayında iftar menüsünü Ramazanın. baha qiymətə Restoranlarda qoyan deməli restoranları tənqid edib. nə İki gördüm? Sahil Bir gün xəbər verir ki, orta aktyor sosial şəbəkədə video 9 manata, 10 yayımlayaraq manata, iftar nə bilim 12 menüsünün manata bu qiymətini 20 yalvarıb manat satdıqları qoyan biznesçilərin restoranları üçün reklam yanına 2 dənə edəcəyini xurma, deyib. bir stəkan Getsin da su 60, atırlar. 70, 80, Adım 100 qoyublar manata iftar iftar süfrəsi. menüsünə qiymət qoyanlar özləri Qiymətlərini bilsin. qaldırıblar Orada onu yəqin 25 başqa manat, adamlar yeyib 27 içir. manat, Həmin 30 manat, menülər 45 bizlik manat, deyil deyə 55 Elcan manat. əlavə edib. Bugün birinci günüydü Ramazanın. Restoranlarda deməli nə gördüm? Bugün orta 9 manata, 10 manata, nə bilim 12 manata bu yalvarıb satdıqları biznes lançın yanına 2 dənə xurma, bir stəkan da su atıblar. Adını qoyublar iftar süfrəsi. Qiymətlərini qaldırıblar, nə bilim 25 manat, 27 manat, 30 manat, 45 manat, 55 manat. Bu Ramazanda cəmaət oruç tutur ki, nə bilim savaba yazılsın, hamısı bir-birinə iftar süfrələri verir, savab eləsin. Restoranlar da belə savab edirlər özlərinə. Kassa savabı. Biraz belə məsələlərdə diqqətli olmaq lazımdır. Hər şeydən küllü miqdarda pul qazanmaq olmaz. Nəyə ki, kütləvi görürük, onun qiyməti biraz da belə 5 dəfə qalxır axı, belə olmur.